Yaşad Fondu şəhid övladları üçün ikinci intellektual marafon təşkil edib. Zəfərin 5-ci il dönümü münasibəti ilə keçirilən yarışa 16-23 yaş aralığında 50-yə yaxın iştirakçı qatılıb. Məqsəd gənclərin bilik və bacarıqlarını artırmaq, asudə vaxtlarını səmərəli keçirməsinə dəstək olmaqdır. Layihə çərçivəsində oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər mükafatlandırılıb. Bu cür layihələr şəhid övladlarının sosiallaşmasına, dayanışmasına, həmrəliyinə öz töhfəsini verir və təbii ki, bu formada olan layihələr tərəfdaşlar, dəstəkçilər olmadan bu cür layihələr həyata keçirilmək çətin olar. Mən öz növbəmdə bu layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşların hər birinə ayrı-ayrılığa təşəkkür edirəm. Bugün bu intellektual marafonun iştirakçılarından biri də mənəm. Mən Xankəndi komandasının üzvüyəm və bu günə qədər elədiyimiz intellektual yarışmalarda aktiv iştirak etdiyimizi düşünürəm. Yaşad Fondunun indiyə kimi bir çox görüşlərində, tədbirlərində, düşərgələrində iştirak etmişəm. Buna yay məktəbi də aiddir. Almaniyada 9-cu sinifdə ora getmişdim Yaşad Fondu ilə birlikdə. İndi də Yaşadın ikinci intellektual marafonundayam. Şuşa komandası ilə birlikdə yarışa da atılmışam.